Bugünkü dərsimiz karbohidratlar. Karbohidratlar sulu karbon deməkdir. Yəni ümumi formulu CnH2ON. Bunun məsələn N'in qiyməti 4-dən başlayır. N 4 olarsa buna deyilir tetroza. Sonunda oza şəkilçi olur. N 5 olarsa pentoza, N 6 olarsa heksoza. Karbohidratlar hidroz qabiliyyətinə görə ikiyə ayrılır. Monosaxaridlər, mono yəni tək deməkdir. Nə deməkdir? Yəni tərkibində bir saxarid qrupu olarsa, bu monodur. Yəni hidrojen. Yəni bir dənə quruluş var da, belə deyək. 5 bucaq, 6 bucaq bildiniz. O saxarid qrupu deyirlər. İndi onu danışacaq, glukozu da deyəcək, digərlərini sonra deyəcək. Deməli, monosaxaridlər bunlar hidroz etməyən karbohidratlardır. Monosaxaridlərə aiddir glukoza, fruktoza, galaktoza. Bunlar izomerdirlər. Glukoza, fruktoza, galaktoza izomerdirlər. Yəni C6H12O6 yazılır hər üçü. Baxırsınız ki, C6H2O6. Yəni formula uyğun gəlir. Sonra riboza C5H10O5. Ya da C5H2O5 deyirik. Və dezoksiriboza C5H10O4. Məsələn, biyologiyada keçmişik. Riboza RNT, RNT-nin tərkibində olur. Ribonuklein turşları deyirik. Dezoksiriboza DNT. Dezoksiribonuklein turşları deyirik. Onun tərkibində olur. Və disaxaridlər. Disaxaridlər də yəni 2 deməkdir. Tərkibində 2 saxarid qrupu var. Yəni hidroz eləyəndə 2 saxarid alınırsa, buna disaxaridlər deyirlər. Buna aiddir saxaroza, maltoza, laktoza. Bunlar üçü də izomerdirlər. C12H2211 ya da C12H2O11. Və polisaxaridlər. Poli çoxlu deməkdir, bilirsiniz. Yəni hidroz eləyəndə çoxlu saxarid alınırsa, bu polisaxaridlərdir. Buna da aiddir nişasta və selluloza. C6H10O5N. İndi polisaxaridlərin bir molunda 3N hidroksi qrupu vardır. İndi ayrı-ayrılıqda danışaq. Bugün keçək glukozanı deyək. Glukoza. Glukoza, yəni C6H12O6 tərkibində 5 hidroksi qrupu vardır. 5 atomlu spirtdir, yəni glukoza. Həm də aldehid qrupu vardır. Aldehid qrupu olanlara aldozalar deyirlər. Bunun açıq və qapalı quruluşu vardır. İndi deməli, düzdür, burada yazılıb, amma yenə yazım ki, daha rahat başa düşəsiniz. İndi yazaq bir yerdə glukoza. Glukoza açıq və qapalı quruluşu var, siklik quruluşu. Açıq quruluşu bu açıq quruluşudur. Tərkibində həm aldehid qrupu görürsünüz, həm də 5 dənə hidroksi qrupu görürsünüz. İndi burada neçə asimetrik karbon var? Asimetrik karbonlar hansılardır? 2-ci karbon, 3-cü karbon, 4-cü karbon, 5-ci karbon. Yəni bunlar asimetrik karbonlar sayılır. Açıq quruluşda 4 asimetrik karbon var. Asimetrik karbon bilirsiniz də 4 müxtəlif radikal. Yəni bu karbonat 2 versə, həm OH var, həm aldehid var, həm hidrogen, həm də digər. Yəni fərqlidir, 4 də fərqlidir.
İndi bunun qapalı quruluşu, yəni deyək ki, suda həll olarsa siklik quruluşa keçir. Siklik quruluş necədir? Axırdan, yəni 5-ci karbondan, axırdan 2-ci deyək də həmişə. 5-ci karbondan hidrogen birləşir oksijene. Bu arada pir abidəsi qırılır. OH olur. Bu oksijen isə birləşir bu karbonla. Birləşir karbonla. 1, 2, 3, 4, 5, 6. 6 bucaq yaranır. 6 bucaq yaranır. Aha. Deməli, dedik ki, 6 bucaq olur. Oksijen var. Oksijen dedik ki, neçənci karbona birləşir? Birinci karbona. Birinci karbonda nə vardır? H, bir də OH vardır. Sonra ikinci karbon gəlir. H, OH. Sonra üçüncü karbon gəlir. OH, H. Sonra dördüncü karbon gəlir. H, OH gördüğünüz gibi. Sonra 5-ci karbon. 5-ci karbon, 6-cı karbon görsünüz ayrıcadır. Yani bundan ayrıca yazılır. Ona göre bu yukarı yazılır. CH2OH. Ve H. Bir glikoza 6 bucaqlıdır. Karbohidratlarda. Qalan karbohidratlar nədir? 5 bucaqlıdır. İndi bunun qapalı quruluşunda neçə asimetrik karbon var? Hansılardır? Hansı karbonlardır? Birinci karbon, ikinci karbon, üçüncü karbon, dördüncü və beşinci karbon. Qapalı quruluşda 5 asimetrik karbon olur. Açıqdan qapalıya keçəndə asimetrik karbon sayı 1 varit artır. Glikozanın alfa-beta forması vardır. Yəni, baxın, birinci karbonla ikinci karbonda OH qrupları eyni istiqamətdə yerləşirsə, alfa-glikoza deyilir. Amma bu nədir? Beta-glikozadır. Birinci karbonla ikinci karbonda OH-lar yerində dəyişirsə, bu beta-glikozadır. Glikoza meyvələrin tərkibində olur. Məsələn, üzüm şirəsi, məsələn, tutun, bir çox gülə meyvələrin tərkibində, yəni glikoza vardır. Glikozanın alınmasına baxaq, nişastanın hidrolizindən, fotosintezdən, bir də Butlerov reaksiyası. Yenə yazaq. Sənayedə nişastanın hidrolizi. Nişasta turş mühitdə hidrolizə edəndə nə alınır deyirik? Alfa-glikoza. Laboratoriyada Butlerov reaksiyası. Altı mol formaldehiddə kalsium hidroksid iştirakı ilə
glikozu alır. Fotosintez, təbiətdə də fotosintez reaksiyası. 6 mol karbon qazı, 6 mol su, işıq və xlorofil iştirakı ilə, işıq H yazı və xlorofil iştirakı ilə glikoza və oksigen. Və fiziki xassəsi, glikoza ümumiyyətlə monosaxaritlər, disaxaritlər suda yaxşı həll olur. Şirin dadı var, molekulyar kristal quruluşlu maddələrdir, hətta bunlarda hidrogen rabitəsi var. Bunlar qeyri-elektrotlar sayılır, bilirsiniz, elektrik cəryanı keçirmirlər. Belə. Kimya xassəsinə baxaq. Glikoza həm aldehid xassəsi göstərir, həm də nədir? Çox atomlu spid xassəsi göstərir. Və ona aid reaksiyalara baxaq. Deməli, birinci glikozanın açıq quruluşlu, xətti quruluşlu olması nə ilə təyin edilir? Hidrogen yodidlə təyin edilir. Və bunlara aid buradakı reaksiyaları bir-bir yazacaq və baxaq. Dedik ki, açıq quruluşlu olmasını H-yodla təyin olunur. Belə yazacaq, glikoza, bütöv yazırıq və bir də uzatmayaq. İstəyəcələ H-yod. Nə alır deməli? 2 yod heksan alır. Belə. Glikozanın deməli aldehid xassəsinə baxaq. Aldehid xassəsi məsələn hidrogenlə reduksiya olunur. Belə yazırıq. Nə alır? Hidrogenlə bu aldehid tərəfə birləşəcək. Altı atomlu spirt buna sorbit deyirlər. Sorbit alınır. Altı atomlu spirt olan sorbit. Burada məsələn dedik ki, glikozanın açıq quruluşunda 4 asimetrik karbon var. Sorbitdə də deməli 4 asimetrik karbon var. Asimetrik karbon sayı dəyişmir. Asimetrik karbon sayı dəyişmir. Məsələn, birli, ikili karbonların sayı dəyişmir. Olduğu kimi qalır. Yəni, məsələn, sorbit haqqında.
şirinləşdirici şəkərdə təxminən 60% daha az şirindir. Lakin az kalori təmin edir. Diabet dostu, qan şəkərini və insulin səviyyəsini şəkərə qədər sürətlə yüksəltmiş. Buna görə də diabet xəstələri bundan istifadə edirlər, sorbitdən. Yəni, qənd əvəzinə sorbitdən, məsələn, çaya, qatırlar, içirlər, sorbit. Sonra, sorbitdə harada istifadə edir? Məsələn, şəkər podrası deyirlər. Səpirləri, məsələn, şirniyyatların üzərinə. Məsələn, bu, o sorbitdir. Un kimi də, bildiniz, sorbitdir. Yaxşı. Bax, burada yəni məlumatlar var. Yəni, faydaları çoxdur sorbitin. Və şəkillərinə də baxaq. Məsələn, belə bu cür sorbitdir. Meyvələrin tərkibində və s. Bu cür şəkər podrası deyirlər, səpirlər. Əsasən də şəkər diabet xəstələrdə yəni istifadə edirlər. Sonra aldehid xassəsi, aldehid təyini. Buna deyirik aldehidlərin təyini. Oksidaşmə reaksiyaları göstərir. Aldehidləri deməli bilirsiniz ki, iki cür təyin edilir. Gümüş-gücü reaksiyası, bir də mis-2. Deməli, burada da gümüş-gücü reaksiyası göstərir. Gümüş bir oksidlə. Ammonyaklı məhlulda. Bəli. Nə alır deməli? Turşu. Buna nə turşu deyirik? Glikon turşusu. Glikon turşusunda da 4 asimetrik karbon var. Burada da dəyişmir asimetrik karbon sayı. Veya mis-2 hidroksillə. Alınır bu cür. Yenə glikon turşusu, mis-1 oksid qırmızı söküntü alınır və su. Məsələn, glikon turşusu haqqında təbiətdə meyvələrdə, balda, şərabda rast gəlinir. Qida sənayesi burada yazıbdır. Qida qatışımı turşuluq tənzimləyici, yumuşaldıcı funksiyasını yerinə getirir. Meyvə suları, süd məhsullarında istifadə olunur. Meyvə sularında da məsələn istifadə oluna bilən. Kalsium glikonat, məsələn, seçmə preparatların tərkibinə daxil edir. Bunlar hamısı tibbi nədir? Məhsullardır. Yəni, keçkilərimiz. Ümumiyyətlə, bu karbohidratlar dərsi elə əsas tibb sahəsində deyək ki, istifadə olunan məhsullar sayılır. Baxın, bu cür burada məlumatlar yazılıbdır. İnternetdən baxa bilərsiniz. Glikon turşusu. Glikozanın 5 atomlu spid olmasını nə ilə təyin edilir? Birləşmə reaksiyası ilə. Yəni, sirkə turşusu ilə təyin olunur, bir də nitrat turşusu ilə təyin olunur. 1 mol glikoza maksimum 5 mol sirkə turşusu reaksiyasına daxil ola bilir, maksimum 5 mol nitrat turşusu daxil ola bilir və yazar. Dedik ki, çoxaltılmış 5 atomlu spid olmasını nitrat və asetat turşusu ilə təyin olunur. Yəni, burada da glikozanı bu cür yazırıq.
Deməli nə olacaq? Buradan H, OH. Penta-asetil glikoza. Və ya nitrat turşusu ilə. Deməli, spirtdən H çıxır, turşudan OH çıxır. Penta-nitroglikoza. Bunlar hamısı mürəkkəb efirlərdir. Çox atomlu spirtlər ümumiyyətlə nə ilə təyin edilir? Həmçinin mis-2 hidroksidə. Çox atomlu spirtləri deyir ki, mis-2 hidroksidə təyin olunur. Göyrəkçi məhlul alınır. Məsələn, belə də necə yazırıq? 2 dənə hidroksi qrupu çıxardırıq, möhtərizə xaricinə, glikoza. Yəni C6H neçə olur? 10O4. Bu cür yazırıq. Bu üzərinə mis-2 hidroksid gəlirik. Deməli, buradan H çıxır, buradan nədir? OH çıxır. Yəni, yazıq. C6H10, O4, oksigen, oksigen, mis. Mis-2 glikozid. Göy məhlul. Göy maddə alınır belə. Və glikozanın qızqırmalarına bax. Glikoza 3 cür qızqırması var. Yəni dəstlikdə spirtə qızqırması var, süd turşusuna qızqırması var, yağ turşusuna qızqırması vardır. Yazaq bir də. Məsələn, spirtə qızqırması. Glikoza, spirtə qızqırması. Alınır. Etil spirti və karbon qazı. Etil spirt alınır. 2 mol etil spirti, 2 mol karbon qazı. Əmsalları fikir vermək lazımdır. Məsələn, yağ turşusuna qızqırması var. Burada nə alınır? Yağ turşusu. Məsələn, sonra nə alına bilər? Oksigen sayı burada məsələn 2 mol su alına bilər. Hə? Bir də nə alına bilər? Yox, karbon qazı, 2 mol karbon qazı. 2 mol karbon qazı alına bilər. 2 mol karbon qazı. Oksigen sayı. Karbon sayı neçədir burada? 4'dür. Hə? İkisi burada oldu 6. Burada
6 bərabərlər. Oksigen sayına baxın. 2, 4, 6. Bir də hidrogen sayına baxın. Neçə hidrogen var? 12. Deməli, burada 8, 2 mol hidrogen. Yağ turşuna qıcqırması yox, hidrogen. Bax da, oksigen sayı neçədir? 2, 4, hə? 6. Oksigen sayı bərabərdir. Su olmaz. Hidrogen sayı neçədir? Məsələn, 12-dir. Düzdür. Deməli, 8, 12. Hə, 2 mol da hidrogen. Sonra süt turşuna qıcqırması var. Glikozanın. Bu da süt turşu. Ümumi C3H6, O3 yazılır. Deməli, glikoza süt turşuna, bircə süt turşuna qıcqıranda nədir? Asimetrik karbon olur. Süt turşunda asimetrik karbon var. Asimetrik karbon olan birləşmələr də optik aktiv sayılır. Evet, bu da süt turşu haqqında məsələn məlumatlardır. Başqa adı nədir? Laktik turş da deyilir. Qida sənayesində harda istifadə olunur? Qatıq, ayran, kefir, turşan istəsanı, süt turşu bakteriyalara laktozanı süt turşuna çevrilir. Bu proses məhsula özünə məhsul qoxu, ətir verir. Həmçinin ona xarab olmaqdan qoruyur. İmunitet, süt turşu bakteriyalar həzm sisteminə immunitetlərə müsbət təsir göstərir. O süt qızqırır, qatıq, məsələn, deyək ki, pendir, məsələn, kefir, buna nədir? Tərkibində nə var? Süt turşusu var. Yaxşı, glikozada qatı sulfat turşusu ilə kömürləşir. Ümumiyyətlə, qatı sulfat turşusu karbohidratları kömürləşdirir. Çünki qatı sulfat turşusu su çəkici maddədir, mikroskopik maddədir. Yəni, bunun tərkibindəki suyu çəkir, kömür alınır və deməli, sulfat turşusu vurulsun 6H2. Hidrat əmələ gəlir. Sulfat turşunun hidratı. Bugünlük bu qədər. Gələn dərs digərlərini keçirik. Yəni, fruktoza, riboza, dezoksiriboza, sonra disaxaritlər və polisaxaritlər haqqında danışacağıq. Bu qədər.